Burada ancaq qiyməti ucuzlaşdırmaq məqsədi güdə bilər bu. Mənim seçimim olsaydı, mən adətən köhnə proyektor seçərdim. Təzə modellərdə isə bunların heç biri yoxdur. Proyektorun 15.000 saat işləmə müddətini keçdikdən sonra ekrana yazır ki, proyektoru dəyişdirin. Bugün Proyektorazda Mehman bəylə yeni nəsil Epson proyektorları haqqında danışacağıq. Salam, xoş gəlmisiniz. Xoş gördük. Bəli, bugün yeni nəsil Epson proyektorları GO01, 02, GO-WX01 bu tip modellər haqqında danışaq və onları müştərilərimizə təqdim edirik. Bu GO02 modelidir. Biz indi bunu açaq və içərisini araşdıraq. Qutudan proyektorun özü, proyektorun pultu, qida kabeli, pult üçün batareykalar və informasiya blankları çıxır. Proyektor digər proyektorlara nisbətən daha kompakt, yığcam şəkildədir, yüngüldür, çox yüngül, daşına bilən haldadır. Mehman bəy, bu proyektorun parametrləri nələrdir və hansı sahələr üçün əlverişlidir? Proyektor 3000 lümen işıqlanma, 15000-də bir kontrast, 1280-dan 768-ə dəqiqlik parametrlərinə malikdir. Bu proyektordan adətən tədris mərkəzlərində, ofislərdə və s. bu tipli təmiz məkanlarda istifadə etmək olar. Obyektlərdə, restoranlarda, çay evlərində, yəni tüstünün, siqaret tüstüsünün, qəlyanın olduğu yerlərdə istifadə olunmağı qətiyyən məsləhət deyil. Mehman bəy, bu yeni nəsil Epson proyektorlarla köhnə nəsil Epson proyektorlarının fərqi nələrdədir? İndi biz digər köhnə model Epsonlarında istəyirsiniz birinə baxaq və belə real vəziyyətdə müqayisə edək. Bu da W seriyası eyni 1280-dan 768-ə və 15000-də bir kontrast dəyərinə malik olan proyektordur. Bunu da yoxlayaq və real olaraq onları müqayisə edək. Və gördüyümüz kimi bu qutuda da proyektorun özü, proyektorun pultu, qoşulmaq üçün HDMI kabel, qida kabeli, 2 ədəd pult üçün batareyka və informasiya blankları mövcuddur. Yeni nəsil Epson proyektoru ilə köhnə Epson proyektorlarının fərqi, məsələn bu qapaq yeni modellərin heç birində yoxdur, lensin qabağını bağlamaq üçün. Proyektorun üzərində olan böyütmə, kiçiltmə, zoom dediyimiz funksiya bu yeni nəsil proyektorlarda yoxdur, ancaq köhnələrdə var. Bunların heç birində zoom yoxdur. Üstündə olan istifadə üçün düymələr yeni modellərin heç birində yoxdur. Və yaxud burada ekranı sağa-sola döndərmək üçün olan düymə yeni modeldə yoxdur. Və əgər giriş sayılarına baxarıqsa, köhnə modellərdə gördüyümüz qədər qoşulma vasitələri var. HDMI, Vega, səs girişi, səs çıxışı, USB, servis və s. 2 ədəd HDMI məsələn. Yeni nəsil proyektorlarda isə bunlar ancaq gördüyümüz 3 dənə ilə limitlənib. Yəni bundan daha artıq yoxdur. Bundan əlavə köhnə proyektorlarda proyektorun filtrini təmizləmək üçün belə bir qapaq var. Açırıq filtrini təmizləyirik və ondan sonra proyektordan istifadə edə bilirik. O zaman belə sıxır tüstülü mühitlərdə biz köhnə nəsil proyektorlardan istifadə etməliyik. Əlbəttə. Obyektlərdə, çay evlərində, restoranlarda, hava təmizliyi mümkün qədər az olan yerlərdə köhnə modellərdən istifadə etmək daha məqsədə yönlüdür ki, onları təmizləmək, servisləmək mümkündür. Məsələn, təzə proyektorda filtrin təmizlənməyi çox çətindir və bunun üçün mütləq servisə gəlməlidir. Və bu köhnə model Epsonların özəlliyi, yaxşı cəhətindən biri odur ki, lenslər hamısı şüşədir. Müəyyən müddətdən sonra əgər şüşələr çirklənirsə, bunu servisdə söküb təmizləmək olur. Amma təzələrdə bu mümkün deyil. Bəs bunların arasında qiymət fərqi varmı və ya eyni segmentdədirlərmi? Qiymət fərqi əgər eyni parametrlərə baxırıqsa, məsələn 3000 lümen civarında digər bir HD Epson proyektoru demək olar ki, eyni qiymətədir. Maksimum 50 manat, 100 manat fərqi ilə ola bilər. Elə bir dəhşətli bir qiymət fərqi aralarında yoxdur köhnələrlə təzələrlə. O zaman verdiyiniz məlumatlardan belə çıxır ki, bizə köhnə nəsil Epson proyektorları daha əlverişlidir. Əlbəttə. Yəni əgər bizim üçün daşınmağı və yaxud hava kirliliyi o qədər problemli deyilsə, köhnə model proyektorlar daha keyfiyyətlidir, daha əlverişlidir. Hər cəhətinə baxırıqsa yenə daha əlverişlidir. Həm giriş sayları, həm servisi qulluğu, həm üstündə olan funksiyaları, həm görüntü keyfiyyəti əlbəttə ki, plastik lensli bir proyektorla şüşə lensli proyektorun arasında xeyli fərq olacaq əlbəttə. Bundan əlavə proyektorun lampası çox önəmlidir.
Yeni nəsil proyektorlarda lampanın işləmə müddəti 10.000 saat, 15.000 saata qədər nəzərdə tutulur. Köhnə proyektorlarda isə bu adətən 6.000 saat, 10.000 saata qədər nəzərdə tutulur. Yeni nəsil proyektorlarda ən böyük problemlərdən biri odur ki, lampanı müştəri özü dəyişə bilmir, mütləq onun üçün servisə gəlməlidir və proyektor sökülməlidir. Amma köhnə proyektorlarda buradan lampa qapağını açmaqla lampanı hər hansı bir adam özü individual olaraq dəyişdirə Bəs bilər. Mehman bəy, yeni nəsil proyektorlarla köhnə nəsil proyektorlar arasındakı bu lampaların keyfiyyət fərqi və yaxud da ki, qiymət fərqi varmı? Lampa Əlbəttə, dəyişimi zamanı. əlbəttə. Ən böyük fərqlərdən biri də ondur ki, köhnə model proyektorlarda lampanı dəyişdikdən sonra içəridə lampanın sıfırlama düyməsi var. Biz orada lampanı sıfırlayırıq, lampanın işləmə müddətini və yeni lampanın işləmə müddətinə baxırıq. Təzə nəsil proyektorlarda isə bu mümkün deyil. Proyektorun 15.000 saat işləmə müddətini keçdikdən sonra ekrana yazır ki, proyektoru dəyişdirin. Adətən köhnə proyektorlarda yazır lampanı dəyişdirin və biz lampanı dəyişdirdikdən sonra o informasiya oradan silinirdi. Amma indi təzə proyektorlarda o məlumat oradan silinmir və ekrana həmişə yazır ki, proyektoru dəyişdirin. Yəni buradan da o başa düşmək olar ki, təzə proyektorlar bir dəfəlik üçün nəzərdə tutulur və lampa dəyişdirildikdən sonra istifadə olunmağı əvvəldən nəzərdə tutulmayıb. Bəs bu xüsusiyyətlərin azalmasının bizə xeyri və ya ziyanı varmı? Ziyanı haqqında danışdıq. Bəs bunun bizə necə xeyri ola bilər ki, markalar yeni modellərində bundan istifadə edir? Biz adətən görmüşük ki, yeni çıxan bir model əvvəlki qüsurlarını bağlayır. Yox, burada elə deyil. Burada ancaq qiyməti ucuzlaşdırmaq məqsədi güdə bilər bu. Çünki burada bu proyektorda gördüyümüz funksiyaların hər biri əlavə xərc tələb eləyir. Təzə modellərdə isə bunların heç biri yoxdur. Və yaxud proyektorun daha çox satılmağı üçün bu yola əl atmış ola bilərlər ki, proyektorlar bir dəfə istifadə olunsun və sonra dəyişdirilsin, təzə proyektor alsın. Yəni başqa bir məntiqli açıqlamam mənim yoxdur, təəssüf ki. O zaman belə çıxır ki, firmalar planlı şəkildə köhnəltmə strategiyasından istifadə edir və bizim üçün bu gün ən məntiqli qərar köhnə proyektorlar almaqdır. Mənim seçimim olsaydı, mən adətən köhnə proyektor seçərdim. Çünki təzələrdə mənim istədiyim funksiyaların böyük əksəriyyəti azaldılıb. Bu da ancaq qiymətin azaldılması üçün, yəni bu yola əl atılır. Başqa elə bir bizə qazandıra biləcəyi bir tərəfi, bizə verə biləcəyi bir tərəfi gözlə görülən bir şey yoxdur. Və buradan o nəticəyə gəlmək olar ki, biz proyektor alarkən proyektorun yeni nəsil, yeni il, yeni buraxılış olmağına yox, proyektorun parametrlərinə, keyfiyyətinə görə qərar verməliyik. Əgər yeni nəsil proyektor alırıqsa, o proyektorun lenslərin şüşə olmasına, servis xidmətinin necə göstərilməsinə, üstündə olan funksiyaların, girişlərinin nə qədər və hansılar olmağına diqqət edərək proyektor alırıqsa, bizim üçün daha uyğun və daha yaxşı olar. Çox sağ olun Mehman bəy verdiyiniz məlumatlara görə. Ümidvaram ki, izləyicilərimizə də bu məlumatlar faydalı oldu. Siz də mağazamıza yaxınlaşaraq həm proyektorları yerində müqayisə edə, həm də çox çeşid arasından öz seçiminizi edə bilərsiniz. Növbəti videolarda görüşənədək.